Şəhid Əsədov Əlibala haqqında çox şeylər danışmaq olar. O elə gənc yaşlarında çox vətəninə bağlı, vətənini sevən bir oğul olub. O öz əsgərliyini xüsusi təyinatlı qüvvələrin əsgəri kimi davam etdirib və bu onun vətənə olan sevgisidir, bağlılığıdır ki, həmişə qisas hissi ilə yaşayan bir oğul olub və şəhidlik onun arzusu olub. İlk döyüşü Kəlbəcər rayonunda sentyabrın 12-si 14-ü həmin döyüşlərdə iştirak edib və fərqlənmə ilə, gözəl şücaəti ilə yadda qalıb. Sonuncu döyüşü isə 2023-cü ilin 19-20-si sentyabrında lokal xarakterli antiterror əməliyyatlarında iştirak edərək, qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdı. Şəhidlərdir torpağı vətən edib qoruyan. Onların barəsində nələr söyləyib Quran? Ölü demə şəhidə, Quran deyir diridir. Əbədi cənnət əhli seyidlərdəndir. Allah sənə rəhmət eləsin. Xüsusi təyinatlı şəhid Əlibala qardaşımız, məkanın cənnət olsun.